Deyirəm, havalar isinib, əsl istirahətin vaxtıdır. İstədiyiniz istiqamətə ən uyğun biletləri aviasas.az-dan əldə edə bilərsiniz. Çünki Aviasas bilet satmır, ən ucuz bileti tapır. Salam hər kəsə millət, mən Fəxri Əsədov və yeni videomuza xoş gəldiniz. M4 CS-imiz hazır olandan bəri ilk dəfədir bu maşınla bağlı demək olar normal hava şəraitində nəsə çəkirəm. Və hal-hazırda arxa fonundan da, videonun adından da gördüyünüz kimi trackdə eləyirik özümüz üçün. Trackdə də nədir? Trackdə sürəcəyik. Bu qədər sadə, amma tək sürməyəcəyik. Bunun bir-iki qardaşları da var, onlar da gəlməlidir. Abbasgili gözləyirəm indi. Gəlsinlər, haradasa təxmin eləyirəm 3 maşın olacaq və özümüz üçün belə desəm, sürəcəyik, həm biraz təkər yandıracaq, biraz qurdumuzu öldürəcəyik. Həm də istəyirəm, misal öz adıma danışıram, həm də istəyirəm ki, biraz avtomobilə öyrəşə bilim. Hansı abarotlarda, hansı dərəcə qazı verəndə hansı reaksiyalar verir maşın, hansı reflekslər verməyimə məcbur eləyir maşın. Onları öyrənmək istəyirəm ki, biraz əlimiz oturursun. Yəni, belə maraqlı bir video sizi gözləyir, biz başladıq. Burada bizim maşındır, bunu bilirsiniz. Yanımızda Abbasın G81 M3-üdür. Yəni, G81 olmağı furqon olduğuna görə deyilir, bilməyənlər üçün. Onun da yanında şəhərdə çox da görmədiyimiz, yəni mən birinci səfərdir maşını görürəm, Y93 M3. Yəni, bu da M3-dür. Hamısı hoşumda Safkan M3, M4-lərdir. İndi başlayırıq. Özümə də maraqlıdır, yüngül var da, həyəcan var. Bir dənə də nüans istəyirəm sizə qeyd edeyim, millət. Belə bir əlcəyim var. Bu əlcəyi mən almışam 2017-ci ildə. 46 M3 çəkmişdi o vaxtı. Baxmayanlar üçün girib baxa bilərlər. Orada avtomobil sahibinin sükanı Alicantara idi deyə belə BMW-nin sürüş əlcəklərindən istifadə edirdi. Mən də xoşuma gəldi, o vaxtda almışdım ki, haçansa mənim də bir Alicantara rullu, performanslı bir BMW-m olacaq. Bugünə qismət imiş, ona görə bugün əlcəyimizi də taxırıq elə sizin yanınızda. Düşürük aşağı. Görək başımıza nə gəlir. Biz hazır, getdik. Bas, sen korkma, bas.
heç də bura. Yüngülvari Razminka. Qardaşım, ilk çiziklərimizi də aldıq. Pali ilə gedəcək 100%. Belə. Konusa dəydi, heç nə yoxdur. Təkər yanana kimi buradayım. Buradan sonra da Camaldayım da. Camal salam. Gəlirəm. Olur da belə. Boş şeylə. Ben baxarıq sonra. Yekə istəyir, Ema. Dilinli. Ha, dilinli. Orada bir boğulur. Dilin Na pervi yaxşı. Yaxşıdır. Bəlkə abratını yoxlayaq. Mənə də çox da basma da yünü. Bura risk təşkil edir də. Ha da ona görə deyirəm. Mən də abratını yoxlayaq. Görüntü var qardaşım. Var. Necədir? Maraqlı. Bax dilin istəyir, ora dar gəlir mənə. Bas bir dənə dilinni. Power. Bəs ona o bir ara ona deyirdim. Ya driftkar deyil də qorxuludur. Dəqiq bir dənə şey deyim sənə. Nəyə ləzzət eləyir? Sən həmişə zazorun var. Qaçanda bir 2000 abarodun var ki, basıb çıxasan vəziyyətdən. Başa düşdün? O amma oturan hiss eləmir. Yo, indi mən ayağımın Hə, altında oturan tuturam. hiss Görürəm eləmir. ki, stabil tuturam, amma misal üçün də 5500, 6000 abarodda da nito olsa basıb 7-yə kimi çıxa biləsən vəziyyətdən. Olsa tutma öyrəşmək. Məşq, praktik. Qəşəng. Öyrənəydim. Qəşəng. Bura bu tərəfə eləyəndə Hə. hələ dajı New-Dutch-ı götürdüm. İstədiyim kimi oturmadı maşınçaya. Ondan belə getdi yaxşıdır.
yuxarıdakı sredni kruqa. Oradan gəl də bura. Bəri. Hə. Bir sənə yoxsadı. Bir dənə də qaldırım gedək. Gəlirsən aparaq. Ara. Yuxarıdakı sredni kruqa. Biraz bir dənə də polirovkalı iş çıxdı. Onsuz Prime tuningi gedəcək maşın 2 gün sonra bütün polirovka zaten olacaq deyə rahat sürür. Bir dənə də qaldırım gedək. Bir dənə də istəyirsən? İstəyirəm. Çox qəşəng. Maşallah. Diya ne diya? Burada Söhbətlər var. Uje buferdən kırılaya keçir. Biraz konus uzana konus. Uje buferdən kırılaya. Konus. Qardaşım, biz bunu garajda saxlamaq üçün almamışıq. Ay beskraska, meskraska, yəni əvvəl gündən deyirdim ki, sürmək üçün alıram. Bu gün də sürürük şükür Allah. Belə millət, biz davam eləyirik. 93 Cabrio treyning eləyir, praktis eləyir özü üçün. Abbas da biraz incitdi. Bizdə də təkər sola gördüyümüz kimi biraz çox üstünlük vermişik. Burada biraz belə söhbətlər var. Yəni mənə elə gəlir ki, mənim trekdeyim bu gün bitdi, bu günlük bəsimdir. Çünki maşını da çox yormayaq. Digər günlərə də, digər həftələrə də qoy canı sulu vəziyyətdə bizi gözləsin. Millət, təbii ki, hər trekin sonu olduğu kimi gəldik təkər hissəsinə. İndi Camal da təkəri sökür, şöyle dəyişəcək. Biraz belə saçı zadı uzanıb. Elimləri buruq-buruq. Buruq-buruq olub və içəridə də vəziyyət göstərim sizə. Belə biraz sürtünmələrimiz var, hansı ki bunlar hamısı polirovka ilə həll olunacaq.
Camal içəridə qalır. Halal elə. Allah bu nə bir keçdim. Yəni, все da gələn səfər başqa disklə inşallah. Bunları incitmərik. Yenə deyirəm, həmişə demişdim, maşını alan gündən bəri ki, mən bu maşını sürmək üçün almışam. Həqiqətən M Performans sözündəki performansı başa düşmək üçün almışam. Ümumiyyətlə M avtomobili başa düşmək üçün almışam. Şükür hər gün biraz da başa düşə-düşə gedirik. İnşallah haçansa artıq bir-birimizi tam başa düşmüş olacağıq. Onu da siz inşallah ki hissə-hissə müddət keçdikcə videolarımızda görəcəksiniz. Bu bizim xırda bir trekdeyimiz idi. Çalışacağım bu tipli trekdeylər tez-tez eləyək, imkan olduğu qədər təbii ki. Belə, yəni nə olsa xəbərimiz olacaq. Videomuz bu qədər idi. Zəhmət olmasa videomuzu bəyənməyi, kanalımıza abunə olmağı da unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun. Salamat qalın.